Salam, yeni günə hər kəsə salamlar. Bu günləri hava nəsə bu vəziyyətdədir. Yarpaqlarımız düzəlib. İndi mən sizə kuxnanın vəziyyətini göstərim. Hər yerim pis gündədir. Buna baxın. Axşam yorğuntuluq idi. Hər şey qoymuşam belə. Yatmışam. Birazdan bazar alışverişi var burada. Onu sizə açıb göstərəcəm. Azıcık ucundan göstəreyim. Biraz sizə mən özümdən danışım. Mən bloger falan deyiləm. Sadəcə həvəsim var belə şeylərdə çəkiliş etməyə, şəkil çəkməyə, video çəkməyə. Baxıram, yəni blogerlərə də mənim də həvəsim daha çox artır. Yəni bloger olmağa deyil də, yəni çəkilişlərə daha çox marağım var mənim. Mənim adımı demirəm, amma əkizlər böyüyəm mən özüm. Ailədə elə 3 övladıq belə. Bir bacım, bir qardaşım, bir anam, bir atam. Allah ömürlərini uzun eləsin. Yəni belə, mən də belə vaxtımı keçirdirəm. Yəni statik falan istifadə etmirəm deyə videolarda biraz çətinlik yaşayıram. Bizim Azərbaycan üsulu, yəqin ki bilirsiniz. Ora-bura sökürük telefonlarımızı. Burada ilə başımı qarışdırıram. Çox vaxt mənə deyirlər ki, madəm belədir, başla blogerliyə. Yəni buradan həm pulun qazan, həm gəlirin gəlsin. Amma onun öz mərhələləri var. Etap keçirsən, düzü o qədər səbirim yoxdur, nə də anlayışım yoxdur. Kim blogerliyə həvəsi var, yazsın. Belə sağ olsun mamam, atam deyir ki, yəni nəyə həvəsin var, addımını at. Mən sənə hər addımında arxandayam, kömək edəcəm sənə. Yəni mən də görək də indi internet ustalığına da həvəsim var ən çox. Belə görüb götürməyim çox hızlıdır. Yəni özüm tibb bacısıyam, düzdür. Yəni əlimin sənəti var. Oxumuşam 2 il. Buradan tibb bacılarına salam deyirəm, Səsiliyin tibb bacıları. Mən hər gün çanki qəfədana, elbilik çaniki və dəm çanikini demək olar ki, bizim ləhcəylə qəfədan deyirlər. Özüm talışam deyə üzürlü sayın. Demək olar ki, hər gün bunları dərmanlı su ilə yumasam, etməsəm mümkün deyildi. Çay qoymağım mənim. Qaynanam deyir ki, Aybala, onun içində qaynar su var idi, sən onu niyə dağıdırsan? Amma mənim özümdən asılı deyil. Mən hər gün o qaynar suyu töküb təzədən su qoyub qaynatmalıyım və yumalıyım təzədən. Bir dənə higienik xasiyyətim də var ki, çox tez-tez əl yuyuram. Yəqin ki, videoda da görürsünüz. Bu tamamilə mənim başımı pozub. Qaynanam da çox əsəbləşdirir. Deyir ki, az əlini az yuy. Fikir verirsinizsə, mən bir yeri 30 dəfə silirəm. Bəlkə də haradasa nəsə titizlik baxımından pintiliyim ola bilər kiminsə gözündə, amma ən çox əllərimi yumaq, su ilə ilgili hər şeyə çox həssasam. Mən özüm çay dəmləyəcəm. Darçın atıramızda, darçını çox sevirəm. Bir də içdiyimə görə darçınlı çayın xeyirləri çoxdur və daha çox kilo verməyə kömək edir. Mən özüm də ki, yəni kilo vermək konusunda biraz şeyəm, necə desək, maraqlıyım. Çünki mən özüm havadan, sudan belə kilo alıram o dərəcədə. Kolay, yəni arıqlayan deyiləm. Bu ən çox bu bir il ərzində daha çox oldu belə bir şeylər. Yəni ona görə darçınlı çayı özümə məsləhət gördüm. Bütün yeməklərimizdəki zəncəfilli qatıqla yeyirəm. İndi görək öldürüb eləməsə daha yaxşıdır. Arxa fondakı şah və seva yayıncılarına fikir verirsinizsə, qaynanamın onlar ən çox sevdiyi yayıncıdır. Demək var ki, bütün videolarını 1000 dəqiqəsini belə qaçırmır. Şahla sevanı çox sevir. Mən belə qabları yuyub dəsmalın üzərinə yığdıqdan sonra mən elə bir gündə 2 dəfə qab qaşığı silirəm, yenidən yığıram şkafa. Yəni gün ərzində yuyub yığdıqlarımı da qab dəsmalından istifadə, xüsusi qab dəsmalları olur, onlardan istifadə ümumiyyətlə etmirəm. Çünki onlar ən çox yararsızdır, suyu buraxırlar.
Onun üçün mən xüsusi qab dəsmalı istifadə etmirəm. Burada da qaynanam səhər-səhər bazardan gələndə mal ət almışdı 2 kilo. Çünki mən ətdən iyrənirəm, əl vura bilmirəm ətə. Yəni bir təhər diksinə mən bu əti bir yerə gətirdim, çıxartdım. Hazırlamağını sizə göstərəcəm. Ətdən iyrənməmin səbəbi odur ki, çox yumşaqdır. Dərisi falan çox iyrənc bir şeydir deyə. Ata evində heç etmədiyim işlər evlənəndən sonra eləyirəm. Burada da bazarlığı açıram, tökürəm. Ən sevdiyim işdir. Bazardan, mağazadan bir nəsə gəlir, onları mən sökəm. Bu da şeydə qaynanam kənd südü almışdı. İnanırsınız ki, yəni o qədər yağlı süddür ki. Biz burada ədviyyatları kilodan alırıq. Onlar çünki daha gözəl olurlar deyə. Yəni keyfiyyəti gözəl olur. Pendiri deşi oldu. Qaynanam hər zaman şeydən bazardan alır. Bir də tip bacısının hər zaman zapasında bütün dərmanlar olur. Mən isə keçən səfər saç maxına qoyurdum. Əlimə atdım, yodum yoxdur. Saçlarım dəhşət tökülür qızlar. Ona görə də mən xınaya keçdim. Görək indi onun keyfiyyəti necə olacaq, nə təsir eləyəcək mənə. Kartoşkanın soğanı da ki, yəni bura qoyuram. Mənim əl altında burada olmalıdır. Aralıq yerlərdə xəstəmlə dağılmışlar. Zibil qutusu ilə elə kartoşkanın soğanı suyun altında saxlayıram belə. Belə daha asan və estetik görsənir. Dağınıq görsənir. Meyvə tərəvəzi yox. Qızlar, çəşi bütün işimiz belə bir tıqa hər şey belə keçib getsə də, yəni tez keçsə, bu qədər uzun çəkməsə. İnanın ki, işlərim o qədər çoxdur ki, heç birisini çatdırıb çəkə bilmirdim. Ona görə atlaya çəkmişəm videoları. Burada mənim yağlı südüm var. Mən bu südü mayonez hazırlamaq istəyirəm. Bir neçə dəfə hazırlamışam, çox gözəl olub. İndi yenə hazırlayacağım. Yəni İş dəhşət çoxdur bu günləri, bilmirəm niyə, amma qarışıb işlərim. Həqiqətən bu gün işimin çox qarışmışdı. Elə 2 nəfər olduğumuza görə elə yemək hazırladıq, atışdırmalıq. Burada ciyər, kartoşka, soğan idi. Mən soğanı sonda doğrayıram, çünki iyrənirəm soğan çox bişəndə. Onun üçün belə 2 nəfərlik porsiya hazırladım. Yeməyimi yeyirəm və iş başına. Bütün elə bil günortanın işini görüm. Mən hələ burada qabları yuyanda da video çəkmişdim. Amma zənn etmişəm ki, çəkirəm, amma sən demə çəkmirdim. Bütün silindi, heyf, o qədər əməyimə, əziyyətimə. Mən sizə sonda şey göstərəcəm. Mayonezin son halını göstərəcəm. Onu çəkməyi də unutmuşdum. Elə yaxşı ki, unutmuşam. Soyuducuda da son halı daha belə kıvamı gözəl düşəcək. Bizdə elə bil ki, elə ara bir olur da, hər dəfə olmur. Kökəltici olduğuna görə mayonez, özüm də kökəlməyə meyilli olduğum üçün mayonezi belə ara sıra düzəldirəm. Çünki mən ara bir salatlar hazırlayıram. Yəni şərt deyil ki, nəsə salat olsun, mimoz olsun, stoliçni, paytaxt fərqi yoxdur. Yəni belə evdə nə var hazırlayıram, mayonezləyirəm, olur salat kimi yeyilir. Sadəcə biz evdə 2 nəfərikdir, yəni ürəyimiz ümumiyyətlə istəmir. Bir də ki, başımız telefona qarışır deyə bilmirəm, o telefon bizim həm suyumuz olur, həm çayımız olur. Mən bir o qədər vaxtım çatmır, düzdür telefona baxmaq elə evdə onu eləyirsən, o gəlir, onu eləyirsən, o gəlir. Bir də görürsən ki, axşamın yeməyini hazır. Vaxt o qədər tez gəlib belə keçir ki, heç bir şey etmək olmur. Yenə də deyirəm dostlarım, mən burada bloger deyiləm. Sadəcə çəkilişlərə çox həvəsim var. Mən hər addımı çəkməyə xoşlayıram. Blogerlərə də baxıram, daha çox belə məndə necə deyim, o artır da, o görünüş artır deyə, o həvəs artır deyə mən onu istəyirəm. Mən də onun üçün məsələn çəkiliş edirəm. Yəni mən tanınmaq üçün deyil, sadəcə bir maraq üçün, bir vaxt keçirmək üçün bunu eləyirəm. Baxmayaraq ki, əlimdə təhsilim var, sənətim var, sıfıtım var. Mənim başqa sahələrə də marağım daha çoxdur. Mən özümü inkişaf etdirməyi bacarıram yəni. Həm dırnaq ustası ola bilərəm, həm bloger ola bilərəm, həm əczaçı, həm tibb bacısı.
Bilməyənlər üçün mən Cəlilabadda elə bil ki, tibb kursunun birini oxudum. Ondan sonra instituta qəbul olmalıydım. O da alınmadı. Yoldaşımla tanış oldum. Yoldaşım təbii olaraq ki, mən istəmədi oxumağıma. Dedi, bura qədər bəsdir. Mən xanım işləməməlidir, belə eləməlidir, falan eləməlidir. Ona görə yarım qaldı təhsilim. Amma belə də yəni diplomu, sertifikatımı almışam. İşləyirəm. Yəni evdə də işim olur, evdə də ehtiyacı olanlar olur. İnşallah gələcəyinə baxaraq görək necə edərik. Bu da elə bir çox danışdım. İşim gəldi, bu yerə çıxdı. Hazırladım hər şeyi. Günortanı sonunda bu da bitdi. Qaldı bir dənə pink selfanları hazırlamaq. Buradan hazırladım. Bir seans hazırlamışım. 5 pingvin selafan çıxdı. Deməli qızlar, mayonezimizin hazırlayarkən çəkə bilmədim, çox unutmuşum, çox qarışıq idi. İndi çəkmişəm, kıvamı o qədər gözəl olub ki, pendir kimi, yəni qaymaq kimi. Bura mən əlavə elədim. Yarım stəkan süd, 1 stəkan duru yağ, elə bil bitki yağı, yarım limon, sarımsaq tozu, duzu, ədviyyatı, qara biber də ata bilərsiniz, mən atmadım. 5 dəqiqədə blenderdə həll elədim və sonuc budur. Axır ki iş qurtardı. Mən çıxdım insanın içinə bir çölə. Hava çox gözəl idi. Yemək bişirməliydim axşam üçün. Günortanın o az yeməyini nəzərə almasaq, abedini nəzərə almasaq, mən axşama başqa yemək hazırlayacaqdım. Bağçamıza getdim, biraz gölgəyət yığmağa. Gördüm ki, aman Allahım, bu nə gözəllik. Çiçəklərin qoxusu, havanın gözəlliyi, arıların səsi, quşların səsi. Dedim, mən bunu çəkmədən olmaz. Bu arada aramızda qalsın, qaynanam məni bağçaya göndərərkən demişdi ki, göyərtilərim hələ təzədir, nə bayda onları kökündən qırasan. Bizim kiçik bir bağçamız, burada şey əkmişik, arada qaynanam əkib. Bunun adı nədir? Kişniş var, süt var. Sonra siz nə deyirsiniz bilmirəm, dax kişnişi var burada. Prosta mən bu qədər şey göyərtin içindən göyərti tapa bilmirəm. Qaynanam demişdi kökündən çıxartma. Mənim gördüyüm iş belə olur da. Sonra aman Allahım, bu da çıxdı. Yeteneksiz kız. Bu da var. Aman kimsə görmədən bunu sildıracağam indi. Dedim çiçəklənmişlər.